Əgərsə bizim bir necə deyim sənə, bir narişenimiz olur, hökumət yapışır yaxamızdan ki, cəriməni ödeyirik. İndi hökumət tərəfdən ziyan deyibsə bizə ödəməlidir də. Vaxtında düzgün quraşdırarlar, layihəni düzgün verirdilər. Bu bəla gəlməzdi də başımıza. Gecə olsaydı bəlkə də boğulub qalırdı cəmaət evin içində. Yaxşıdır ki, gündüz olur. Burada bu şkafın içində mənim nə qədər elektrik alıb qoymuşam da qızlar üçün. Dövlət də dövlətin vətəndaşı isə yardımını eləsin də. Gəlib qalmaq işimdir baba, bu mənim yaşayışımdır bak. Zülümlə, zillətlə almışam mən bunları. Yazın uşağın balası için bisküvi almış, o ceviz almış, o bir korobkası da sandığı da bak. Bu mənim xalçam palazım, bak size Allah olsun. İçeridekiler yönü sen de yüzde de benim yaşayışıma bak. Benim kabağımda erim var, oğlum var. Bir güzel bak havasını kalmıştım bir mağaza. Bu da benim yaşayışım içinde daha bir kekasımın olanına. Bak bana olur gel buraya gel. Buraya gel. Benim günüme bak ya. Benim günüme bak ya. Burada ödedi çıkartıp koymuştum ki konelemiştim buranıma. Burada ne hamam burada baba. Yaşayışım ben. İçerilere gelip buraya cehenneme içeri geldim. Ben ne tereyim, ne yaşayayım ben burada. Ben kimin önünde gidip kalmaya var. O da bak. Allah kalmışsın bunlar bir ailesinde nisi yapmış ama Allah'ım olsun ya. Bak su içindeler. Allah kalsın hamsın. Çekilir yere. Bu düşmanın içindekiler pamuk çıkartıp atıp ayrı gelir. Olmuştu bunlardı beter, olmuştu da bunlardı beter. Ne kadar kurbanlar ben yaşayayım bana gelin bunu benim. Çabuk kaplar var bunun içinde bunu atıyor. Hamısı pamal oldu. Hamısı. Bu su içinde bir su. Geçineyim ələ gəlmir. Girmişəm içəri, adını alınanları, hərəsini bir dərədən yığıram. İşıq da yoxdur da, işığımız da sönüb. Ya telefonun işığı ila'dır, nə var bayırda? Hamısıdır, bax, uşağımın adını alınanlar buna bax. Hamısıdır, paçkalarda, karıbkalarda, hamısıdır, sel gətiribdir. O bu sevmiş, senkam çöküb. Karabkadan cehizləridir, o karabkada cehizləri. Burada da uşağımın adını alınanlar var idi. Yaxı yığmışam. Öz istenkamda atar, sənə qurban olum. Heç neyim ələ gəlmədi. Arxonda aldıqlarım uşağım üçün. Hamısı karabkalardadır. İstəkanları, bu bir qabı. Açıb klonkasını töküb yerə. Hamısını zayı çıxdı. Burada da istəkanları, qabları. Bu karabkanın içində neyi var? Hamısıdır. Uşağımın adını almışam. Bu qablardır, hamısı. Bunlar uşağımın adını alınıb, hamısı karabkadan cırılıb, sel götürüb, gəlib töküb bura. Motorlarım, xaladenlikim, obur sevdə, köşdüm, getdim, apardım. Hamısı, neyim var, uşağımın adına kreditinə aldıqlarım, ət çəkənim, obursi, toz soğranım, obursi, hamısı nə var da, kəsib boğazımdan almışam, qab-qacaq, hamısı. Təxmini 15 minə yaxın mənə ziyan vurulub. Dövlət qurumlarına tələbim odur ki, mənə ödənilər, vurulan ziyanı ödəsinlər. Mənə bir sığınacaq versinlər, mənə bir ev versinlər. Mən 2 dənə yetimi aparım, salım, gəlim, gedim işimə dolanım. Qurumlara da şikayət edirik, bizə bir gün ağlayan yoxdur. O gün şikayət eləmişik Kənsovetimizə dedi ki, qeydiyyatı alınmışıq. Bu nə vaxtda kimi qeydiyyat alınmışıq biz? İcra nümayəndəsindən gəlib deyir, o da elə bir söz deyir bizə. Biz başımıza özümüz nə çarə qıla bilmirik başımıza da özümüz çarə. Ne icra, hiç kes bizim gəlib o işimize baxmıyor. Bu həyatımız, bu bacamız, bu evlərimiz
Biz açsız qalmışıq, evsiz, eşiksiz. Üzə hərbiçi ailəsiyəm. Bax, oğlum şeyə girib. Bax, indi də bu da 3 aylıq təlimdədir. Bu ailəsini, bu həyət evin bunundur. Bax, bu da medalları. Əgər yalan deyirəmsə, hamısı bax, bunları döyüşüb, bax. Bax, canını qoyub bunların üstündə. Əgər yalandan deyirəmsə. Baxsın, Nojen orada icra hakimi gəlib demir ki, ya, burada siz ölmüsünüz, qalmışsınız, su aparır sizi. Nə yaxşı tez uşağım üçün xəbər yola gəl, git döyüşə. Döyüşə gedən dalına baxsınlar gerek. Mən də onun anasıyam, o da onun ailəsidir. Sizdən xahiş edeyim ki, bizim işimizə bax o. Baxmayırsınız da bundan yuxarı da deyəcəyim, prezidentə yazacağım bir baş. Və siz də xalq. Qutar deyir, rəsmi göndərmir, biz Azərbaycan maraqlan, o niyə gəlib oturursun üstündə, başında? Daha ki, əsrəb keçirtirik ki, bu belə şey olmaz axı. Bizim oturuşumuz yoxdur, biz nə eləməliyik?